Bizimlə birbaşa bağlantıda hal-hazırda millət vəkili Elçin Mirzəbəylidir. Elçin bəy, sabahınız xeyir olsun. Xoş gördük sizi. Xoş gördük. Xeyir. Çox zəngin günləri yaşayırıq bu forum ərzində. Yəni qonaqların sayı çoxdur, müxtəlif coğrafiyalardan gələn qonaqlar var. Düzdür, biz indi bağlantılarımız vasitəsilə müxbirlərimizdən müəyyən məlumatları alırıq. Amma forumun qlobal əhəmiyyətindən istəyərik danışasınız. Bugün dünyadakı elə əslində gedən proseslərin özü şəhər salmaya əngəl törədən proseslərdir bir çoxu. Və belə bir mühitdə bunun önəmi üstəlik il-ildən, günü-gündən, hətta ay-bay bölgələrdə və ətrafda yaşayanların şəhərlərə üz tutması şəhər salma məsələsini bir qədər də ciddiləşdirir və əhəmiyyətini artırır. Doğru kurulur. Səbəbi qeyd edeyim ki, Bakıda keçirilən forum önemli bir zaman kəsiyinə təsadüf edir və verilən mesajlar da bundan öncəki mesajlardan tamamilə fərqlənir. Biz Azərbaycan Prezidentinin nitqində də şəhər salma ilə bağlı müasir dövrün problemləri istiqamətində səsləndirilən fikirlərin şahidi olduq. Belə olduğu kimi 182 ölkədən 50 mindən artıq şəxs ölkəmizə gəlib və bu mötəbər tədbirdə iştirak etmək üçün və Azərbaycanın ilk dəfə olaraq COP-da olduğu kimi liderlər sammitinin təşkil etməsi əslində ölkəmizin bütövlükdə şəhər salma ilə bağlı mövcud problemlərə yanaşma tərzini nümayiş etdirən bir faktor kimi qiymətləndirilməlidir. Çünki müasir dövrdə şəhər salma yalnız memarlıq deyil, yalnız konkret olaraq bu və ya digər ərazidə məskunlaşma üçün imkanların yaradılması anlamına gəlmir. Daha geniş anlama gəlir. Bu ilk növbədə geosiyasi və geoiqtisadi proseslərlə bağlı, birbaşa bağlı olan bir məsələdir. Çünki Azərbaycanda əslində mövzunun mahiyyətinə də diqqət etirsək, bunu açıq şəkildə görə bilərik. Yəni, təhlükəsiz həyatın təşkil olunması müasir dövrdə şəhər salmanın ən böyük problemlərindən biridir. Texnogen qəzalar, idarə olunan texnogen qəzalar, idarə olunan iqlim dəyişiklikləri və yaxud iqlim dəyişiklikləri, müharibələr və s. bu kimi amillər faktiki olaraq dünyanın müxtəlif coğrafiyalarında məskunlaşma prosesinə ciddi təsir göstərir. Bugün hər hansı bir coğrafiyada baş verən müharibə sadəcə olaraq konkret ərazidə problemlərin baş qaldırılmasına zəmin yaratmır. Bu eyni zamanda miqrasiya problemlərinə yol açır. Məskunlaşma ilə bağlı çox sayılı problemlərin ortaya çıxmasına zəmin yaradır ki, bu da faktiki olaraq həm də son nəticədə ərzaq təhlükəsizliyinə, enerji təhlükəsizliyinə təsir göstərən bir amil kimi də qiymətləndirilə bilər. Baxımdan əslində bugün şəhər salma ilə bağlı, urbanizasiya ilə bağlı problemlərə məhz Azərbaycanın baxış bucağından dəyərləndirilməsi və bu önəmli yanaşmanın içərisində təhlükəsizlik faktorunun önə çıxması da qənaətimə görə ən vacib məqamlardan biri. Azərbaycan prezidenti burada əlbəttə ki bir sıra mesajlar da verdi. Məsələn, burada əlbəttə ki Qarabağ və Şərqi Zəngəzurun bərpası və bugün biz bu işləri edirik və bu onu göstərir ki, kimdir bu torpaqların əzəli sahibləri və eyni zamanda da əlbəttə ki Azərbaycan prezidentinin elə ötən il imzaladığı sərəncamla bu il ümumilikdə Azərbaycanda şəhər salma və memarlıq ilidir və bu müddət ərzində də ümumiyyətlə görülən işlər haqqında da qısaca da olsa, lakanik olsa da Azərbaycan prezidenti bir sıra əlbəttə çox vacib məqamlara toxundu. Və belə bir forumlardan sonra Azərbaycana həmin bu quruculuq, bərpa işlərinə yeni belə də şirkətlərin cəlb olunması, yeni sərmayələrin qoyulması nə dərəcədə realdır? İki önemli məqama toxundum zaten. Xanım qənaətimə görə elə bu yoldan da çıxış edilərək bəzi məqamlara diqqət yetirmək lazımdır. Əslində Azərbaycan qayıdış prosesini həyata keçirən və uğurla həyata keçirən nadir ölkələrdən biridir və indiki şəraitdə əgər biz urbanizasiya probleminin təməlində kəndlərdən şəhərlərə axın prosesini görürüksə, Azərbaycanda həyata keçirilən siyasət nəticəsində
çərçivəsində və böyük qayıdış proqramı çərçivəsində əks istiqamətdə proseslərin baş verdiyinin şahidi olduq. Yəni, təbii ki, burada həm humanitar faktor, həm tarixi ədalətin bərpa olunması ilə bağlı məqamlar var, həm də təbii ki, bu urbanizasiya probleminin həll istiqamətində Azərbaycanın həyata keçirdiyi mahiyyət etibarilə yeni bir yanaşma tərzidir. Və şübhəsiz ki, indiki şəraitdə verilən mesajlar ölkəmizdə həm investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, iqtisadi sahədə çoxsaylı güzəştlərin tətbiq olunması, investisiya siyasətinə, sərmayə siyasəti ilə bağlı nəticə etibarilə təbii ki, ölkəmizə olan investisiyaların artmasına zəmin yarada bilər. Eyni zamanda bəlli olduğu kimi biz həm bu çərçivəsində, həm də daha öncə keçirilən Türk Dövlətləri Təşkilatı sammitində məhz Qarabağa sərmayə qoyuluşu ilə bağlı, Şərqi Zəngəzura sərmayə qoyuluşu ilə bağlı qardaş Türk dövlətlərinin də mesajları ilə tanış olduq. Düşünürəm ki, elə bu fonuşda da Azərbaycana qardaş dövlətlər tərəfindən sərgilənən bu dəstək davamlı olacaq, daha geniş miqyaslı bir prosesin şahidi olacaq. Mən cənab prezidentin nitqində çox bir məqama da diqqət çəkmək istəyirdim. Burada müasir dövrdə ağıllı kənd, ağıllı şəhər layihələri ilə yanaşı eyni zamanda memarlıq prosesinin özünün, şəhər salma prosesinin özünün milli mədəniyyət çevrilməsidir. Dövlətimizin başçısı qeyd etdiyi kimi millilik özünü yalnız ədəbiyyatda və yaxud musiqidə biruzə vermir. Millilik özünü daşların üzərində yer alan ornamentlərdə olaraq biruzə verməkdədir. Əslində şəhərlərin salınması eyni zamanda milli mədəniyyətin formalaşması prosesinin ayrılmaz bir parçasıdır. Müasirliklə tarixin yanaşı yaşaması və eyni zamanda həm müasirliyin, həm faktiki olaraq tarixiliyin ortaq məxrəcə gəlməsi əslində Azərbaycan düşüncəsində Azərbaycançılıq ideyasının təməlində yer alan faktor kimi dəyərləndirilməlidir. Biz forma olaraq müasir texnologiyaları mənimsəyək, yeni ağıllı şəhərlər, kəndlər salan bir toplumun nümayəndələri və eyni zamanda milli mədəniyyətin daşıyıcısı bugün ölkəmizin müxtəlif ərazilərində həyata keçirilən şəhər salma prosesində məhz bu kampaniyanın ön sırada dayandığını görmək mümkündür. Elçin müəllim, çox sağ olun. Ətraflı məlumatlara görə, çünki doğrudan da bu tədbirin əhəmiyyətini təbii bir bağlantı və bir neçə dəqiqəlik söhbətlə tam əhatə eləmək mümkün deyil, amma maşallah söz bazanızla tam olaraq belə təsəvvür yaratdınız. Təbii bizim də bağlantılarımız davam edəcək bu tədbirlə bağlı, çünki nə maraqlı şey baş verirsə orada baş verir. Hər gün yeni fikirlər, yeni həllər təklif olunur da bunu da eşitmək çox maraqlı həqiqətən. Təşəkkür edir Elçin bəy sizə. Əziz hörmətli izləyicilər, bizimlə birbaşa bağlantıda millət vəkili Elçin Mirzəbəyli idi.